Zülm sosial xəstəlikdir. Ailədən tutmuş dövlətə qədər bütün ictimai strukturlardakı zülmün əsas səbəbini ən gözəl açan əsərlərdən biri Erich Fromm'un Azadlıqdan Qaçış kitabıdır. Xüsusən də sadizm və mazoxizm tipli psixoloji pozuntulara verdiyi izahlar çox maraqlıdır. Fromm qeyd edir ki, sadist, yəni zülm etməkdən həzz alan şəxs əslində daim gərgin və zəif bir tipdir. Belə ki, sadist hər zaman düşünür ki, görəsən kimsə mənim sözümdən, itaətimdən çıxacaqmı? O daim üzərində sorğu-sualsız hegemoniya qura biləcəyi şəxsləri axtarır. Sadist ən primitiv əks, tənqidi fikrə dözümsüz olur. O daim qorxu mühiti yaradaraq idarə etməyə çalışır ki, insanlar bu qorxu duyğusunun təsiri altında olsun və özlərini həddən artıq rahat hiss etməsinlər ki, birdən hakim düşüncəyə qarşı sərbəst, azadə şəkildə fikir bildirsəm, cəzalana bilərəm. Bu nəsə elə bir yerdən tanış gəlir axı. Azərbaycan modelində götürsək, bu ilk növbədə ənənəvi mentalitetdən qaynaqlanır. Məsələn, ailədə böyüyə cavab qaytarmaq olmaz düşüncəsi. Bu, böyük anlayışı bütləşdirmə, Allahlaşdırmaya bir nümunədir. Yəni, böyük bütləşdirilir. Uşaq əvvəlcə ailədə öz yaxın olduğu, məhrəm olduğu böyüyə cavab qaytara bilmir. Sonradan onun şuur altında bu düşüncə yer alır və o sabah vəzifədə böyüyə də etiraz eləməkdən məhrum qalır. Şəffaf və inkişaf yönümlü düşüncə və idarəetmə tərzi isə əməllərə, davranışlara əsaslanır. Şəxsən özüm məktəbdə şagirdlərə dəfələrlə vurğulayırdım ki, yaş deyil, yaşayış əsaslı. Hətta mən də sizdən nəsə öyrənə bilərəm. Eyni zamanda mən səhvə yol verərəmsə, bu zaman üzr istəməyə borcluyam. Bu elə ən ləyaqətli bir güc nümayişidir. Mazoxizmə gəldikdə Fromm qeyd edir ki, sadist kimi mazoxist də öz varlığının dəyər qazanması üçün daim başqa birinin varlığına mütləq ehtiyac duyur. Necə ki, sadist başqası üzərində hegemoniya qurur, ona zorakılıq edir, öz istəklərini ona zorakı şəkildə diktə edir və bu zaman ego tətmini yaşayırsa, mazoxist də daim arzulayır ki, kimsə onun üzərində hegemon olsun, kimsə ona yol göstərsin və daim ona sorğu-sualsız itaat eləsin və bu zaman özünü güvəndə hiss etsin. Burada zəruri bir qeyd, insanın bir başqasına ehtiyac duyması tam təbiidir, bu onun təbiətinə, təməl ehtiyaclarına uyğundur. Amma məhz burada Fromm qeyd edir ki, sadizm və mazoxizm kimi psixoloji pozuntulardan fərqli olaraq sağlam münasibət, azadlıq və bərabərlik ideallarına söykənir. Bu istər sevgidə olsun, istər dostluqda və yaxud da ailəvi, eləcə də dövlət-vətəndaş münasibətlərinə aiddir. Bu isə bir başqa videonun mövzusudur.